Baxaq 41-ci suala. 41-ci sualda şərt verib və ifadənin qiymətini tapın deyir. Verilən ifadəni sadələşdirək. Sürəti yazıram. Köməkçiyə görə a kvadratı üstəgəl 18-in kvadratı çıxılsın 2a kvadratı vur 18. Bu şəkildə vur 18. Məxrəcdən 2-ni çıxarsam a kvadratı çıx 6a plus 18. O da sürət olacaq onda a kvadratı plus 18-in kvadratı çıx 36a kvadratı. Məxrəcdə də 2 vurulsun a kvadratı çıx 6a plus 18. O da bərabərdir. Sürəti yenə müxtəsərə görə sadələşdirsək, kvadratlar fərqinə görə olur. A kvadratı üstəgəl 18 çıx 6a. Bir də a kvadratı üstəgəl 18 plus 6. Bu şəkildə məxrəc də olur. 2 vurulsun a kvadratı çıx 6a plus 18. Bu da çıx 6a plus 18. Bunlar ixtisar gedir. Qalır sürətdə a kvadratı üstəgəl 6a plus 18 bölünsün məxrəcdə də 2. O da bərabərdir. A kvadrat plus 6a'nın yerinə qiyməti yuxarıda verilib 6. Üstəgəl 18 bölü 2. Bu da 24 bölü 2, yəni 12. C bəndi. Baxıram 42-ci suala. Deyir kəsirin ən kiçik müsbət qiymətini tapın. Ən kiçik müsbət qiymətini soruşursa, kəsirin ən kiçik qiyməti olması üçün demişdik sürət ən kiçik, məxrəc də ən böyük olmalıdır, ən böyük qiymət olmalıdır. Sürətin ən kiçik qiymətini tapsam, ax kvadratı üstəgəl bx plus c-də a müsbət olanda ən kiçiyi n-dir və a mənfi olanda ən böyük qiymət yenə n olur. N-i də düsturub 4ac çıxılsın b kvadratı böl 4a-ydı. Buradan biz hər ikisindən n tapsaq, n-imiz bərabərdir. 4 vurulsun, a-mızın yerində 1 durur, yəni kvadratın əmsalı. Vur c. C-miz 16 çıxılsın, b-nin kvadratı 36-dır. Bölünsün, 4 vur, a-nın yerində 1 durur. O da eləyir 64 çıx 36 böl 4. O da eləyəcək 8, deməli 28 böl 4 bərabər olur 7-yə. Sürətin ən kiçik qiyməti oldu 7. İndi məxrəcin ən böyük qiymətini tapıram. Yenə eyni düsturdan n bərabərdir. 4ac-dən 4 vur, a-mızın yerinə mənfi 1, c-mizin yerinə 5. Çıxılsın b-in kvadratı, b-də 8-in kvadratı 64. Bölünsün 4 vur, a-mız mənfi 1. O da bərabərdir. Mənfi 20 çıx 64 böl mənfi 4. Mənfi 84 böl mənfi 4. Bu da eləyəcək 21. Məxrəc oldu 21. İxtisar gedəndə də qalacaq 3-də 1. Yəni C bəndi. Bunu biz bu şəkildə də yaza bilərdik. Tam kvadratından a plus 3-ün kvadratı. Açanda a kvadrat üstəgəl 6a üstəgəl 9 plus 5 yazıram ki 16-ya tamamlansın. Bölünsün. Buradan da mənfini çıxardaram. Birinci b kvadratı çıx 8b çıx 5. O da bərabərdir. A plus 3-ün kvadratı plus 5. Daha doğrusu burada 5 yox. Burada 7 olacaq. Bölünsün. Burada mənfini, bunu tam kvadrat şəklində yazıram. Mötərizənin üçün olar b minus 4-ün kvadratı. Buna açanda b kvadratı çıx 8b üstəgəl 16 plus 16 olur deyə çıx 21 yazıram ki, mənfi 5 alınsın. İndi mənfini də açsam, mənfi b minus 4-ün kvadratı üstəgəl 21 sürəti də a plus 3-ün kvadratı plus 7. Baxırıq, deməli, bunun ən kiçik qiyməti 0-dır. Bunun da ən böyük qiyməti 0-dır. Qarşıda mənfi olan da ən böyük olur. O da olacaq 7 böl 21, yəni 3-də 1. C bəndi. Baxıram 43-cü suala. Cəmi mənfi, hasili müsbətdir. Cəmi mənfi, hasili müsbətsə, deməli, bu ədədlər ayrı-ayrı, hər ikisi mənfi ədədlərdir. Və burada da modulda verilib. İndi baxaq.
Modulda B mənfi ədəddirsə hər ikisi moduldan əksi çıxacaq. Mənfi B-də A kvadrat üstəgəl B kvadrat böl mənfi A. Bunu da ortaq məxrəcə gətirsək, mənfi AB, müsbət AB-də mənfi A kubu çıx B kubu. Bu da eləyəcək AB-də mənfi A kubu plus B kubu. Bu da eləyir ki, AB-ni yenə 3 qoysaq, mənfi 3-də A kubu plus B kubu. Bunu vuruqlarına ayırsam A plus B olacaq A kvadratı plus B kvadratı çıx AB. Bu şəkildə. Bu da bizə verir ki, mənfi 3-də A plus B-ni yenə mənfi 5 qoyarıq. Bunu da köməkçiyə görə yazsaq, A plus B-nin kvadratı çıx 2AB. Burada da 1AB var deyə olacaq elə 3AB. Çıx 3AB. O da bərabər edir. Mənfi 5 vurulsun. A plus B-ni yenə mənfi 5 qoysaq, mənfi 5-in kvadratı 25. Çıx 3 vurulsun. AB-ni yenə 3 yazaq, böl 3-ə. Burada da bir dənə qaçdı mənfi ayrı. Bu 2 mənfi müsbət olacaq. Olacaq 3-də 5 vurulsun. 25-dən 9 çıxanda 16. Bu deyəcək 3-də 80 deyibəndi. Buradan silim. Cavabı yazaq elə 3-də 80. 3-də 80. Baxıram 47-ci suala. P-nin kubu çıxılsın 3P kvadratı plus 7 bərabərdir 0-a. Deyir 4P üstəgəlsin 28 böl P kvadratının qiymətini tapın. Bunu sadələşdirsəm P kvadratında 4P kubu plus 28. Bu da bərabərdir. 4'ü çıxarsam P kubu plus 7 bölünsün P kvadratı. Və P kubu plus 7 yenə də bu ifadənin şərti sadələşdirək. Üstəgəl 7 bərabərdir 0. P-nin kubu üstəgəlsin 7 bərabərdir 3P-nin kvadratına. Gətirib yerinə 3P kvadratı yazıram. 4 vurulsun 3P-nin kvadratı bölünsün P kvadratı. Buradan P kvadratlar gelir. 4'ü çevirəndə 12. Baxıram 49-cu suala. A kvadrat üstəgəl 5A bərabər mənfi 3-dür və A kvadrat üstəgəl 9 böl A kvadratının ifadənin qiymətini istəyir bizdən. Və bu ifadəni hər tərəfin A-ya bölsəm, A üstəgəl 5 bərabərdir mənfi 3 böl A-ya. Bunu sağ tərəfə keçirsəm, A üstəgəl 3 böl A, 5'i də deməli, bunu sol tərəfə keçdik, 5 də sağ tərəfə keçdik, mənfi 5. İndi yenidən bizə kvadrat lazımdır, hər tərəfin kvadratı yüksəldərəm. Olacaq A kvadrat üstəgəlsin 9 böl A kvadratı üstəgəl 2 vur A vur 3 böl A bərabərdir 25'ə. Buradan A'lar gedir. A kvadratı plus 9 böl A'nın kvadratı bərabərdir 25'dən də 6'ın çıxanda 19'a. Elə belə ifadənin qiymətini hesabladıq. Oldu 19. 50-ci suala baxıram. X-in kvadratı üstəgəlsin 7x minus 4 bərabərdir 0 verib. Bizə x kvadratı üstəgəl 16 böl x kvadratının qiymətini istəyir. Bu ifadədən yenə x kvadratı çıx 4 bərabərdir mənfi 7x yazıram. Hər tərəfini x-ə bölərəm. X çıx 4 bölü x bərabərdir mənfi 7-yə. Bunu da kvadrata yüksəldərəm. Hər tərəfin kvadrata yüksəlsək olacaq x-in kvadratı üstəgəl 16 bölü x-in kvadratı çıx 2 vur x vur 4 bölü x bərabərdir 49'a. Buradan bunlar gedər. Olar x kvadratı üstəgəl 16 bölü x-in kvadratı bərabərdir 49 üzəri 8 57. Deməli cavab olacaq 57.